Salam əziz 10-cular. Bildiyimiz kimi 5 aprel tarixində 10-cu siniflər üçün də OTK tərəfindən sınaq təşkil olunmuşdu. Gəlin suallara bir-bir baxaq izahına. 61-ci sualda bizdən zaman uzlaşmasını istəyir. Baxaq. Deməli, very hard during the last academic year. Burada nəyə diqqət etməliyik? Burada nə deyir? Deyir ki, last academic year deyir. Baxın. Last academic year hansı deməli zamana təsadüf edir? Keçmiş zamana, keçən tədris ili ərzindədir. Ona görə biz indiki zaman götürə bilmərik, çünki keçmişdən danışır. Ona görə A çıxır, B çıxır, çünki A-da indiki bitmiş zamandır, B-də indiki davam edici zamandır, C-də indiki sadə zamandır, D-də yenə də indiki bitmiş zamanla keçmiş zaman uzlaşması, burada ümumiyyətlə zaman uzlaşması pozulub. Doğru cavabımız olacaqdır Y variantı. Nick studied very hard during the last academic year and passed exam successfully. Keçən tədris ili ərzində çox çalışıb və imtahanlarını uğurla verib. Sonra, deməli, 62-ci sualda we don't have chairs available for the gathering so we can't invite guests. Deməli, birinci chairs görürük burada. Burada da guests görürük. Hər ikisi cəm isimdir. Cəm isim olduğuna görə deməli, biz maç çıxırıq, maç verə bilmərik. Elotlı çıxırıq, çünki onlar sayılmayan isimlərlə işlənir. Elot ümumiyyətlə isimlə işlənmir. Elot ümumiyyətlə isimlə işlənmədiyinə görə elə D variantında atırıq. Doğru cavabımız qalır. B variantı. Deyir ki, we don't have enough chairs. Kifayət qədər stolumuz yoxdur. Toplantı üçün, toplaşmaq üçün. Beləliklə, biz çox qonaq dəvət edə bilmərik. We can invite many guests. Doğru cavabımız olacaqdır B variantı. 63-də deyir ki, the police wander. Cümlə tamamlamadan söhbət gedir. Deməli, burada ikinci tərəfdə nəyə diqqət etməlisiniz, əziz şagirdlər? Cümlənin deməli, quruluşu təsdiq cümlə şəklində olmalıdır. Yəni, xəbər mübtədadan önə keçə bilməz. Mübtəda sonra xəbər gəlməlidir. Burada baxır ki, bir də if-dən sonra birbaşa was gəlib. Yanlışdır, çünki xəbər qabağa keçib. 2-yə baxıram, if his explanation was reasonable. Ümumiyyətlə, nəyə bir də diqqət etmək? Əgər baş cümləmin xəbəri indiki zamandadırsa, budaq cümlənin xəbərini istədiyiniz zamanda götürə bilərsiniz. Yox, əgər baş cümlənizin xəbəri keçmiş zamanlara aid olarsa, mütləq bu ikinci tərəfdə də, yəni budaq cümlədə də keçmiş zamanlardan birini verməlisiniz. Yəni, bir addım geriyə verməlisiniz. Deməli, biri çıxmışdıq, 2 düz idi. 3-ə baxıram. Whether his explanation was reasonable. Bəli, if-lə was sinonimdir elə. 2 ilə 3 doğru cavabdır. Çünki quruluş doğrudur burada. Niyə 4 ola bilməz? Çünki was qabağa keçib. Və doğru cavabımız 2-3 A variantı olacaq. 64-də görürük ki, burada zən var. Bu da müqayisə dərəcəsinə bizə ipucu verir, yönləndirir. A bəndə çıxır, çünki adi dərəcədədir. C bəndə çıxır, adi dərəcə. Y bəndə adi dərəcədədir. B bəndində maç özündən sonra more almalı idi ki, müqayisə dərəcəsi əmələ gətirsin. Ona görə doğru cavabımız olacaqdır D variantı. 65-də bizdən artikla aid bir sualdır, cavab istəyir. Deməli, hansı aslandan, şirdən söhbət gedir? Mənim gördüyüm, deməli, mənə məlumdur. Burada nə olacaqdır? The, zu da həmişə nə ilə işlənir? Z ilə. Ona görə doğru cavabımız olacaqdır Z. Deməli, növbəti sual 66-cı sualla davam edirik. Burada nədir? Altından xət çəkilmiş sözün antonimini istəyir bizdən. Happy nə deməkdir? Xoşbəxt deməkdir. Antonimi nə olacaq? Üzgün. A bəndi glad xoşbəxtdir, excited həyəcanlıdır, strong güclüdür, proud məğrur, qürurlu deməkdir. Ona görə doğru cavabımız olacaq Y variantı. 67-ci sualda passive voice deyir bizə. Məchul növlə davam edirik. Məchul növ deməli, baxırıq necə, hansı qaydaları yadımıza salırıq. Məlum növdən cümləni məchula çevirəndə hansı addımlara fikir verməliyik? Birinci, cümlənin zamanına diqqət etməliyik. İkinci, məlum növün tamamlığını tapıb məchul növün mübtədası etməliyik və orada tamamlığın tək və cəmdə olmasına diqqət etməliyik ki, çünki xəbəri ona görə uzlaşdıracağıq. Baxırıq, həmişə öz şagirdlərimə də deyirəm swap qaydası, çünki tamamlığın yerini bilmək üçün mütləq biz buna bilməliyik. Subject nədir, mübtəda, verb nədir, xəbər, object nədir, tamamlıq. Deməli, tamamlığın yeri xəbərdən sonradır cümlədə. Baxıram, my brother mübtəda, nə edib, hazırlayıb bu xəbərdir. Nəyi hazırlayıb?
a lot of documents for the volunteer organization. Deməli, mənim tamamlığım nə olmalıdır? A lot of documents. Deməli, baxıram cümləmin zamanı hansı zamandadır? İnki bitmiş zamanda. Deməli, bir dənə ora been artırmalıyam və cəmdə olduğuna görə artıq mübtədam orada has yox, have-ə keçməlidir. Ona görə are çıxır, çünki mənim cümləmdə perfect zamandan söhbət gedir. Were çıxır, çünki perfect zaman yoxdur burada. D-də çıxır, çünki verbin ümumiyyətlə yanlış variantdır. Qalırıq, deməli, A-la C-nin arasında baxaq, hansı doğrudur? Deməli, kim hazırlayıb? My brother hazırlayıb sənədləri. Baxıram C-də nədir? A lot of documents have been-i yoxdur burada. Ona görə C-də səhvdir. Doğru cavabımız olacaq Y variantı. 67-ci sual üçün. 68-ci suala baxırıq. Bizdən sinonimləri istəyir. Deməli, easy asandır, uncomplicated də asandır. Deməli, bir doğrudur. Smart, ağıllıdır, weak, zəifdir. İçinə çıxdıq. Beautiful, gözəldir, old, qədimdir. Onu da çıxdıq. Doğru deyil, çünki sinonim deyil. Rich, non-wealthy, bəli, sinonimdirlər. 1 ilə 4 doğrudur. Difficult, çətindir. Light, yüngül, işıqlıdır. Ona görə doğru cavabımız 1-4 olacaq. Növbəti davam edirik yenə short textlə. Holiday announcement, bayram və yaxud da tətil elanı. We are pleased to announce that our office will be closed next Monday due to a public holiday. Biz deməlidir məmnunuq deyir elan etməklə ki, bizim ofisimizdir növbəti bazar ertəsi dövlət bayramına görə bağlı olacaq. Regular work will resume on Tuesday morning. Yəni işimizə deyir ikinci gün səhərdən davam edəcək qaldığımız yerdən. İşçilər, employees are encouraged to complete urgent tasks before the holiday və işlərdən deyir xahiş olunur ki, tətildən öncə vacib işlərini tamamlasınlar. We wish everyone a safe and enjoyable break. Hər kəsə təhlükəsiz və əyləncəli fasilə arzu edirik. A bəndində nədir? Employees must finish their work before holiday begins. Deyir, işlərini tamamlamalıdırlar bayramdan öncə. Burada deyir, təcili işlərini tamamlamalıdırlar. B-də deyir ki, ofis bağlı olacaq təcili işlərə görə. Xeyr. Orada dövlət bayramına görə bağlanırdı. The office will start its work Monday evening. Bazar ertəsi axşam başlayacaq işə. Xeyr. National holiday will be celebrated on next Tuesday. Növbəti ikinci gündür qeyd ediləcəkdir dövlət milli bayram. Xeyr. Y bəndində deyir ki, employees will celebrate national holiday in the office. Deyir ki, işçilər milli bayramı ofisdə qeyd edəcəklər. Xeyr, onda doğru cavabımız elə A variantıymış. Yəni tətildən əvvəl işlərini bitirməlidirlər. Düzdür, orada təcili işlərini demişdi, amma doğru cavab burada A variantı olur. 70-də New Timetable Announcement, yeni cədvəlin elanı. Əziz tələbələr və müəllimlər və yaxud da şagirdlər və müəllimlər, yeni məktəb ilinin cədvəli növbəti bazar ertəsindən başlayacaq. Zəhmət olmasa yenilənmiş cədvəli məktəbin deməli məlumat lövhəsindən əldə edə bilərsiniz, yəni yoxlaya bilərsiniz və yaxud da məktəbin onlayn səhifəsindən baxa bilərsiniz. Zəhmət olmasa yeni cədvəli və sinif nömrələrinizi izləyin və əməkdaşlıq üçün təşəkkür edirik. A bəndində deyir ki, məktəb school is going to apply new timetable next week. Növbəti həftə yeni cədvəl tətbiq edəcək. Elə doğru cavab bu olacaq. New schedule will be available yalnız onlayn əldə edə bilərsiniz. Xeyr. Classroom number will not change. Deyir ki, sinif nömrələri dəyişməyəcək. Xeyr, elə bir şey yox idi orada. Əksinə idi. The class schedule will remain the same. Eyni qalacaq deyir cədvəl. Xeyr. The schedule update will begin next month. Növbəti həftə başlayacaq yenilənməz cədvəlin. Xeyr. Növbəti həftə olacaqdır. A bəndi elə doğru cavab idi. Deyir ki, bu cümə günü bizim deməli məktəbimiz ev sahibliyi edəcək elm yarmarkasına əsas zalda. Bütün şagirdləri iştirak etməyə dəvət edirik və öz sinif yoldaşlarını dəstəkləməyə dəvət edirik. Və tədbir səhər saat 10-da başlayacaq və günorta saat 12-də bitəcək. Hamınızı orada görməyə ümid edirik. The event will last 2 hours. Deyir ki, neçə saat davam edəcək?
2 saat, xeyr, ondan 12-yə 4 saat eləyirdi. Deməli, A variantı ola bilməz. Students can support their classmates during the fair. Bəli, deməli, burada deyir, öz sinif yoldaşlarını şagirdlər dəstəkləyə bilərlər yarmarka ərzində. Hələlik bu qalsın. Deyir ki, valideynlər də həmçinin gələcək. Orada elə bir söz demirdi. Yalnız deyir, qeydiyyatdan keçənlər ora gələ bilər. Xeyr, hamı gələ bilər. Məktəb tədbiri növbəti həftə əsas zalda olacaq. Növbəti həftə deyildi, cümə günü idi. Elə doğru cavabımız bəli. B variantıymış. Növbəti bir mətndən davam edirik. Dr. James Miller is a respected veterinarian known for his dedication to animal care. Cənab, daha da Dr. James Miller hörmət edilən bir veterinardır. Kim ki öz heyvanlara olan qayğısına görə tanınır. Və veterinarian is a medical professional who diagnoses and treats diseases in animals. Veterinar kimdir deyir? Deyir, tibbi professionaldır ki, kim ki xəstə heyvanları diaqnoz qoyur və müalicə edir. Dr. Miller müasir veterinar klinikasında işləyir və harada ki o heyvanları müalicə edir. Dr. Miller'in heyvanlara olan sevgisi onun uşaqlığından fermada böyüməyə başlayıb. Onun ailəsi deməli inəkləri, qoyunları, cücə, toyuq və bir neçə sevimli heyvanları yetişdirirdilər. O valideynlərinə kömək edərək deməli heyvanlara qayğı göstərməkdə nəyi anladı? Müəyyən qidalanmanın vacibliyini, yəni dəqiq qidalanmanın vacibliyini anladı. Gigiyenanın və tibbi qayğının sağlamlıq üçün vacibliyini, əhəmiyyətini anladı. Və deyir, bu erkən təcrübə onu veterinar olmağa cəsarətləndirdi, ruhlandırdı. Və deyir ki, deməli orta təhsilini bitirəndən sonra o veterinarlar üçün universitetə daxil oldu və onun deyir təhsilinə hansı fənlər daxil idi? Heyvan anatomiyası, psixologiya, cərrahiyyə və xəstəliklərin qarşısının alınması. Bu təlim dövründə o həmçinin deməli praktik təcrübələri əldə etdi. Belə təcrübəli veterinarlara kömək etməklə heyvan xəstəxanalarında və bu gün Dr. Miller çoxlu heyvanları hər gün müayinə edir. Yəni ora daxildir itlər, pişiklər, dovşanlar, quşlar və ferma heyvanları. Deməli, he performs medical check-ups, vaccinations and surgeries when necessary. Lazım olanda o check-up, yəni müayinələri həyata keçirir, vaksinasiyaları və hətta lazım olanda cərrahiyyə də yerinə yetirir. His clinic also cooperates with local animal shelter to help abandoned or injured animals. Onun klinikası həmçinin yerli heyvan sığınacaqları ilə də əməkdaşlıq edir, hansı heyvanlar ki tərk edilib və yaxud da zədələnib, yara alıblar. Buna deməli işinə baxmayaraq, işinin çətin olmağına baxmayaraq, Dr. Miller bunu rewarding, mükafatlandırıcı kimi, çox mükafatlandırıcı kimi qəbul edir. O inanır ki, heyvanlar insanların həyatında mühüm rol oynayırlar və onlar müəyyən qayğıya layiqdirlər. 72-də bizdən səhv variantı istəyir. A bəndində deyir ki, Dr. Miller became interested in animals when he was a child. Bu doğrudur. Uşaq olanda onun marağı artdı. Deməli, bu ola bilməz. Dr. Miller spent his childhood on the farm with his family. Uşaqlığını fermada keçirib. Ola bilər, çünki orada deyirdi ki, fermada yaşırdı. Hələlik qalsın bir variantı. A veterinarian is a doctor who identifies and treats illness. Bu doğrudur, bəli. Veterinar kimdir? Xəstəlikləri müəyyənləyir və yaxud da müalicə edir heyvanlarda. A veterinarian is a medical professional who treats only domestic animals. Xeyr, yanlış elə budur. Yalnız deyir ki, ev heyvanlarını müalicə edir. Bir dəqiqə. Yalnız ev heyvanlarını deyildi. Əslində orada elə bir söz yazılmamışdı. Sadəcə orada vurğulayırdı müəyyən heyvan. Hələlik D variantı da qalsın. Sonuncu varianta da baxaq. Dr. Miller treats farm animals as well as many household pets. Həmçinin, bəli, bu həm ferma heyvanlarına aid idi, həm məişət heyvanlarına aid idi. Y bəndi doğrudur, ona görə o bizə lazım deyil. D variantı da doğrudur və ona görə düşünürəm ki, burada
olacaq D variantı yanlış. Çünki burada deyir yalnız F heyvanlarını, yox, yalnız F heyvanlarını, yəni əhəlləşdirilmiş heyvanları müalicə etmirdi. D olacaq cavab. 73-də While studying at a veterinary university, veterinar universitetində oxuyarkən Doktor Miller təcrübi bacarıqlarını kimdən öyrənmişdi? Daha təcrübəli olan veterinarlardan öyrənmişdi. Helping professional veterinarians at animal hospitals. Elə olacaqdı Y variantı. Sonra 74-də nədir? Deyir, nə haqqındadır? Müxtəlif heyvanları böyütmək, yetişdirmək, xeyr. Famous animal hospital, məşhur heyvan xəstəxanaları, xeyr. Medical check-up and help, tibbi müayinə və kömək, xeyr. Local animal shelters, yerli heyvan sığınacaqları, xeyr. Famous medical professional, məşhur tibbi professional. Y bəndi doğru cavab idi. 75-də nədir? When did Dr. Miller's love for animals begin? Nə zaman başladı deyir onun heyvanlara olan sevgisi? When he gained practical experience by assisting, xeyr. O uşaq olanda başlamışdı. Burada deyir, B-də deyir, yoxlayanda heyvanları. When he performed vaccinations, xeyr. When he was growing up on a farm, bəli, fermada başlamışdı. D bəndidir cavab. Və burada deyir ki, doğru cavab yenə də istəyir bizdən. Dr. Miller's family didn't possess any animal. Heç bir heyvanı yox idi onların. Xeyr, o qədər heyvan saxlayırdılar. İkidə deyir, because of the challenges in his work, Dr. Miller finds it very boring. Xeyr, əksinə. Boring hesab etmirdi onu. Deməli, doğru cavabımız nə qaldı? 3-lə 4 qaldı. Bizdən doğruları istəyirdi. Baxaq, 77-ci sualda nədir? Before boarding you must... Deməli, 9-cu sinifdən eynidir dinləmə. Deməli, boardingdən, yəni təyyarəyə minməzdən öncə nə etməlisən? Pass through security, bir də check in your baggage. 1-2 olacaqdı. Cavab Y variantıdır. 78-də nədir? Why do flight attendants check your boarding pass on the plane? Niyə yoxlayırlar? Sizin biletinizi təyyarə bələdçiləri. To ensure you're on the correct flight. C bəndə olacaqdı. Növbəti 79-da deyir, nə haqqındaydı? The fastest way of traveling, səyahətin ən sürətli yolu. Burada da true false istəyir bizdən. After booking your ticket, bilet alandan sonra you should mention which class you will be flying. Sən qeyd etməlisən ki, hansı siniflə uçacaqsan. Xeyr, bunu əvvəlcədən müəyyənləşdirirsən. Bu falsedur. You should arrive at the airport at least 90 minutes before departure. Ən azı 1 saat yarım öncədən gəlməlisən. Bu hələlik qalsın. On the plane you need to listen carefully to flight info. Bəli, bu doğrudur. Bu truedur. Diqqətlə qulaq asmalısan. Planes usually arrive at the airport later. Xeyr, elan olunandan sonra yox, vaxtında çatır. Deməli, bu falsedur. Və deyir, you should arrive at ən azı 90 dəqiqə, 2 saat, baxır bu uçuşdan asılıdır. Sadəcə olaraq indi dinləməni mən özüm dinləmədiyim üçün bu true'da ola bilər. Düşünürəm ki, doğru olacaq. Çünki 90 dəqiqə və yaxud da 2 saat ərzində dəyişir bu vaxt aralığı. Düşünürəm ki, false, true, false olacaq cavablar. Bugünlük bu qədər. Hər birinizə uğurlar arzu edirəm.